Azərbaycanın həm daxilindəki qüvvələr, həm müəyyən beynəlxalq amirlər nəticəsində Azərbaycana yaraşmayan, baş verən son hadisələr də əhəmiyyətsiz bir, gülünc bir hadisə kimi tarixdə qalacaq. Azərbaycan xalqı öz uğur yolunu, azadlıq yolunu, ləyaqət yolunu davam etdirəcək. Bu yolda həyatını qurban verən bütün şəhidlərimizin ruhu şad olsun, bizə isə qüvvət versin ki, bu yolu sona qədər gedə bilək. Tanrı şəhidlərin ruhunu şad eləsin. El tamamilə yer üzündən silindi. İnsanlar kütləvi şəkildə məhv edildi. Uşaqlar, qadınlar, qocalar deməli hərbi texnikanın gücü ilə, silahlı qüvvələrin gücü ilə dövlət səviyyəsində yeridilən bir siyasət nəticəsində məhv edildi.